Xəstələr mənə suallar verir ki, həkim, mənim böyrəyimdə tutalım hansısa bir 9 mm-lik 1 santlıq daş var. Ən birinci suallar olur ki, bunu əritmək mümkündürmü? Bu düşə bilərmi? Ya məsəl üçün, tutaq ki, xəstə hansısa bir həkimdə uzi elətdirib, uzi yazıb 9 mm, sonra 2-3 aydan sonra gedib başqa həkimdə elətdirib, o yazıb 6 mm. Yəni bu xəstədə biraz aldadıcı məsələlər yaradır. Xəstə elə bilir ki, bunun daşı əriyib düşür yavaş-yavaş. Amma bəlkə də elə ola bilər. Bu suallardan danışmaq istərdim. Ümumi götürsək, deyəndə ki, mənim böyrəyimdə daş var, ya xırda, əsasən də xırda daşlardan danışırıq. Çünki böyük daşları əritmək mümkün deyil demək olar ki. Əgər sizdə mərcənvari bir daş varsa da, yəni onu əritmək mümkün deyil. İkinci, əgər böyrəkdə xırda daşlar varsa, xırda mən nəyə deyirəm? Hardasa 10 mm-ə qədər olan daşlar. Xəstələr sual verir ki, həkim, biz bunu əridə bilərik, yoxsa yox, müəyyən dərmanlarla. Bunu başa düşmək lazımdır ki, daşı əritmək üçün siz ağızdan hansısa bir dərmanı qəbul edirsinizsə, onun o gedib CD-yə, böyrəyə təsir etmə vaxtı mı deyim, müddəti mi, ya faizi mi çox aşağıdır. Ümumiyyətlə, daş əritmə məsələsini götürsək, daşı əritmək üçün 2 dənə effekt lazımdır. Birincisi, CD-nin tərkibini dəyişmək. Əgər daş yaranırsa, deməli buna CD-nin tərkibində olan maddələr gətirib çıxardır. İkincisi isə biz gərək böyrəyin fəaliyyətini ya süzülməsini artıraq. Bu 2 dənə effekt olanda düzdür, bəzi hallarda daşlar düşə bilər. Üçüncü nüans burada adamın və xəstənin anatomiyasından bağlıdır. Elə adamlar var ki, 1 santlıq daşı özləri rahat düşürdürlər. Elə adamlar var ki, 3 mm-lik daşı yəni düşürdə bilmirlər və məcbursan onları əməliyyat edəsən. Ona görə burada, necə deyim, standart yanaşma əlbəttə ki olmalıdır, amma müəyyən xüsusiyyətləri olmalıdır xəstələrlə davranışda. Bir neçə növ daşlar var ki, onu əritmək mümkündür. Amma ümumi götürsək, hansından biz yaxşı effekt ala bilərik, bircə növ daşlar var, ancaq onları biz əridə bilərik. Onu da aylarla gərək müalicə eləyəsən, CD-nin tərkibinə baxasan. Yəni o sadə bir proses deyil. Əgər siz elə bilirsinizsə, elə bitkili dərman içdim, mənim daşım əridi, töküldü, yox, əriyə bilməz. Çox güman ki, əriməyəcək. Amma o bitkili dərmanlar CD-nin süzmə sürətini artıra bilər və ona görə də daş tərpənə bilər. Və sizə elə gələr ki, bu daş əriyib düşür, amma sadəcə müəyyən səbəblərə görə isə bu düşür. Qısaca desək, biz hansısa daş əridici müalicə edəndə bu 2 effekti əldə etməliyik. Müəyyən xəstələr var ki, gəlirlər, həkim, məndə bax 3 ay bundan qabaq var idi daş, indi yoxdur daş. Mən də deyirəm ki, lap yaxşı, yoxdur. Amma müəyyən xəstələr var ki, uzi keçirlər, uzi göstərir daş və bunu müalicə edirlər. Mən xəstəni bir dənə KT-yə göndərirəm, tomoqrafiya. Gəlir ki, bir dənə də daş yoxdur. Bu o demək deyil ki, ultrasəs müayinə ya uzi həkimi, ya kimsə də pis baxır, yəni səviyyə məsələsi var. Yox, ultrasəs müayinənin həssaslığı var böyrək daşlarında. Əlbəttə, 1 santlıq, 2 santlıq daşlarda həssaslığı çox yüksəkdir. Amma 5 mm-dən aşağı olan daşlarda həssaslıq düşür. Hər 1 mm daş balaca olduqca da həssaslıq düşür. Bu o demək deyil ki, siz mütləq tomoqrafiya eləməlisiniz. Ya birbaşa sizdə şübhələniblərsə, qaçıb tomoqrafiya eləməlisiniz. Yox, belə deyil. Ultrasəs müayinənin nəticəsinə baxırlar, CD analizinin nəticəsinə baxırlar və xəstənin şikayətlərinə baxırlar. Bunların hamısını nəzərə alaraq bir sonuç kimi xəstəyə hansısa müəyyən dərmanlar, müəyyən şeylər yazıla bilər və bu daş qovucu kimi effekt yarada bilər. Amma çox suallar alıram ki, məndə 5 mm, 6 mm, 3 mm daş var. Necə əridək, necə eləyək? Yəni bu biraz doğru deyil. Yəni doğru deyil deyəndə, əgər o daş sizə şikayət vermirsə, elə bir xırda daşdırsa, yəni normal həyat tərzi, normal qidalanma və su balansı gün ərzində və çox güman ki, o daşın özü düşüb gedəcək ya da əriyib özü düşüb gedə bilər.